Bugün əfsanəvi nağıl tortunu hazırlayırıq. Əvvəlcə kreminin hazırlanmasından başlayaq. Çünki bizə vaxt lazımdır ki, krem tam olaraq soyusun. Qazana yumurta sarısı, şəkər tozu, süd əlavə edib qatılaşana qədər bişiririk. Ayrıca bir qaba tökürük ki, daha tez soyusun. Yumurta ağlarını bir çimdik duzla köpüklənənə qədər çırpırıq. Şəkər tozunu hissə-hissə əlavə edib bezə halına gətiririk. Yumurta sarılarını da əlavə edib yenidən çırpırıq. Sonda da unu əlavə edib çox ehtiyatla qarışdırırıq və əvvəlcədən 180 dərəcəli isidilmiş sobada 20 dəqiqəyə bişiririk. Soyuduqdan sonra 3 bərabər hissəyə kəsirik və sonda tortu bəzəmək üçün də quru kənarlarını da kəsirik. Şirəsi üçün şəkər tozuna su əlavə edib qaynayana kimi bişiririk və şirəni tam olaraq soyuduruq. Kremi üçün yumşaq kərə yağını ağarana kimi çırpırıq və videonun əvvəlində hazırladığımız bu kremi də yağla qarışdırırıq. Bunu hissə-hissə edirik. Hamısını birdən əlavə etsəniz kreminiz çürüyə bilər. İndi isə keçirik ən asan mərhələyə. Tortumuzu yığmağa. Korucları şirə ilə isladıb aralarına krem çəkirik. Və bu qalmış kremdən bir qaşıq ayırırıq. İndi isə əsas kremə 2 xörək qaşığı kakao əlavə edirik və qarışdırırıq. Digər ayırdığımız kremlərə də birinə qırmızı qida boyası əlavə edirik, digərinə isə göy. Kakaolu kremlə də tortun hər tərəfini kremləyirik və quru kənarlardan ovuntu hazırlayıb üzərinə bir xörək qaşığı kakao da əlavə edib tortun kənarlarını bəzəyirik. Kremi sıxma torbasına əlavə edib tortun üzərini bəzəyib marmelad dilimləri də düzürük. Mən bu günləri təəssüflər olsun ki, bu tortun kəsimini sizə göstərə bilməyəcəm. Çünki hədiyyəlik hazırlamışam. Amma inanın ki, həm görünüşü, həm də dadı möhtəşəm idi. Özünüzə yaxşı baxın, hələlik.